Salam, belə bir sual paylaşmışdıq. Cədvəlin hansı sətirlərində yalnız bir uyğunsuzluq var? Yalnız bir uyğunsuzluq. Baxın cədvələ, Anamın kitabı əsəri və Keçən ilin son gecəsi əsəri müqayisə olunur. Burada meyarlar göstərilib, hansı cəhətdən müqayisə olunur və burada da o xüsusiyyətləri verilib. Cavabınızı müəyyənləşdirin, rahat sal, yəni belə uzun olmağına baxmayın, əhatəli olmağına baxmayın. Hər iki əsəri bir növ beyninizdə yenidən təkrar etdirəcək, amma cavabını rahatlıqla çıxara biləcəyiniz bir sualdır. Deməli, janr. Anamın kitabı üçün yazılıb ki, dramdır. Dramdır mı bu? Xeyr. Janr olaraq tragikomediyadır. Dram deyə bilərik mi buna? Deyə bilərik. Amma janr olaraq deyə bilmərik. Biz demişdik ki, dramatik növdə olan bütün əsərlərə dram demək olar. Amma janrın adı kimi yox, ümumilikdə dram demək olar. Bu yanlışdır. Keçən ilin son gecəsi komediyadır mı? Xeyr, dramdır. Zaman və məkan. 20-ci əsrin əvvəlləri Təbriz, yanlışdır. Təbrizdə deyil. 20-ci əsrin ikinci yarısı Bakı. Bəli, hardan bilirik ikinci yarısıdır. Həm əsərin ruhundan da hiss edə bilərsiniz oradakı texnoloji məsələlərdən. Həm də ki, orada deyir ki, 1952-ci il idi də, səhv eləmirəmsə, Qəzənfərlə qeyd eləmişlər. Sonra 11 il onun ölümündən keçib. Haradasa gəlib düşür 60-cı illərə. Və hər bir halda 20-ci əsrin ikinci yarısıdır bu və Bakı şəhəridir. Bu doğrudur. Keçmişlə indi arasında əlaqə yaradan əşya. Burada bayazdır Anamın kitabında, burada isə kasetdir. Doğrudur. Əsas qadın obraz, milli kimliyin və birliyin simvoludur. Doğrudur. Keçmişdən qopa bilmədiyi üçün dəfələrlə həyat yoldaşının səs yazısını dinləyən obraz. Xeyr. Birinci dəfə idi dinləyirdi. Düzdür, orada deyir, burada səs qutarır, yəni əzbər bilir bir növ onun dediklərini, amma birinci dəfə idi dinləyirdi. Yəni, hardan əzbər bilirdi bəs? Yəni, o danışanda diqqətlə qulaq asmışdı. Amma orada belə bir söz də deyir ki, yəni, sən öləndən sonra mən bunu bir dəfə də dinləməmişəm. Birinci dəfə də dinləyirəm. Ona görə biz deyəmərik, keçmişdən qopa bilmədiyi üçün dəfələrlə həyat yoldaşının səs yazısını dinləyir. Öləndən sonra birinci dəfə də dinləyir axı. Deməli, bu yanlışdır. İdeya. Milli birlik uğrunda mübarizə aparmaq, yad təsirlərə məğlub olmamaq lazımdır. Bəli, əsərin ideyası budur. Amma bu bir səsərdə, yəni mövzunun gedişatı baxımından bir növ belə oxşar kimi görünsə də, ki orada da bir ailədir, parçalanır, burada da bir ailədir, parçalanır. Bunların ifadə etdiyi mənada böyük bir fərq var. Biz demişdik ki, Anamın kitabı, oradakı ailə deyil, Azərbaycandır. Azərbaycanın maketidir. Ailənin timsalında simvolik olaraq verir bunu ki, yəni parçalanır millət. Buradakı ailə isə elə ailədir. Yəni, burada övladlar ata-anadan qopub gedirlər və bunu müəllif bir faciə kimi qələmə vermir. Deyir ki, belə də olmalıdır da. Yəni, övladlar daim valideynlərin yanında qalası deyir ki, hətta o Qəzənfərin səs yazısında da deyir ki, necə ki, biz öz, belə deyək, valideynlərimizdən qopub birləşmişik, bizim də övladlarımız bizdən qopmalıdır, öz həyatlarını qurmalıdır. Ona görə, övladların valideynlərindən ayrılıb öz həyatını qurması qaçılmazdır fikri, burada ideya kimi göstərilə bilər. Səhv bir şey yoxdur burada. İndi gələk cavabı müəyyən eləməyə. Yalnız bir uyğunsuzluq. A-da 2 dənə uyğunsuzluq var. B-də bir dənə uyğunsuzluq var, ona görə B-ni götürürük. Sonra C-də ikisi də düzdür. D-də bir uyğunsuzluq var, D-ni götürürük. E-də ikisi də düzdür. Düzgün cavab B-dir. Yəni B variantı.